Salam əziz müdavimlər, biz sizinlə bugün atmosferin ikinci hissəsini keçəcəyik. Burada mövzumuz olacaq küləklər və onların yayılması. İmtahana düşə biləcək suallardan biri ilə küləklərdir. Bilmək lazımdır ki, külək nədir? İlk növbədə bilin ki, külək yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru əsən və üfüqi istiqamətdə hərəkət edən, belə deyək ki, külək deyirik. Bunu belə başa düşün. Yüksək təzyiq dediyimiz zaman daha quraq və yaxud da daha soyuq, yəni insan üçün şəraiti daha zəif ərazidə yüksək təzyiq, daha loru dildə deyilsə, yüksək təzyiq kimi götürdüyümüz ərazi daha istifadə yararsız ərazi kimi götürürük. Yəni daha yaxşı başa düşmək üçün deyirəm bunu. Məsələn, qütb və tropik enlik yüksək təzyiq qurşağıdır. Yəni tropik istidir, qütb isə soyuqdur. O ərazi yüksək təzyiqdir və o yüksək ərazidən alçaq təzyiqə, məsələn, ekvatora, mülayimə gəliriksə, deməli nə olacaq bu? Alçaq təzyiq. Yenə deyirəm, yüksək təzyiqdən alçaq təzyiqə doğru gələn havanın üfüqi istiqamətini külək deyirik. Külək yəqin ki, başa düşdük burada. Yer üzərində ən güclü küləklər Antarktidada əsir. Baxın, səbəb nədir burada? Quru ilə su arasında kəskin təzyiq fərqinin olmasıdır. Yenə deyirəm, ən güclü küləklər Antarktidada əsir. Yəni bilirik, Antarktida cənub yarımkürəsində yerləşən bir materikdir və səbəb nədir? Alçaq və yüksək təzyiqin, yəni təzyiq fərqinin çox olması. Küləyin elementləri var. Onlar nədir? Küləyin gücü, sürəti, istiqaməti və biz küləyin kütləsinə, səthə təsir etdiyi ağırlığa görə biz ona güc deyirik. Yəni küləyin gücü nədir? Məsələn, çöldə gəzdiyimiz zaman külək şiddətli olursa, o bizə güc təzyiq edir. Yəni o küləyin ağırlığı, təsiri nədir? Gücüdür. 12 ballıq Beaufort şkalası bu Beaufortun şərəfinə verilibdir. Şkaladır və biz onu inirik, küləyi bu balla qiymətləndiririk. Bir də bilin, küləyin sürəti ilə gücü düz mütənasib. Məsələn, bizə qrafik verər. Baxın, orada xətt yuxarıya doğru qalxmalıdır. Yəni küləyin sürəti və gücü nədir? Düz mütənasibdir. Yəni sürət nə qədər artsa, gücü qədər çox olacaqdır. Və bir də bunu bilin ki, küləyin sürəti anemometr, baxın, metr sürət kodu var bunun. Küləyin sürəti anemometrdir, amma küləyin gücü olacaq nə ilə? Flüger ilə ölçəcəkdir. Yəni, küləyin gücünü və yaxud da istiqamətini flüger cihazı ilə ölçürük, lakin küləyin sürətini anemometr ilə ölçürük. Külək əgər şimaldan əsirsə şimal küləyi və yaxud da cənubdan olacaq cənub küləyi. İstiqamətini görə bilirik və 8 əsas rumbla ifadə olunur. Yəni 8 dənə bizim rumbumuz olacaq onları ifadə etmək üçün. Külək gülü olur. Külək gülü aşağıdakı ardıcıllıq təşkil oluna bilər. Məsələn, biz bunu necə göstərəcəyik? Mən bunu sizə sxem kimi çəkəcəm. Aşağıya baxsız görərsiniz ki, küləyin sizə baxacaq. Məsəl üçün, əsas varlıq cəhətlərimiz olacaq və küləyin istiqamət ştrixlərlə qeyd olunacaq. Hər bir ştrix bir gün əks etdirəcəkdir. Və küləksiz günlərdə mərkəzdə məsələn, neçə gün küləksiz günümüz olub. Bunlar hamısı qeyd olunacaqdır orada. Biz küləkləri bölürük mövsimi, daimi və sutkalıq küləklərə. İki cür olur sutkalıq küləklərimiz, dağ-dərə və biriclər. Dağ-dərə nədir? Mən bunu daha aydın deyim sizə ki, necə başa düşəsiniz. Məsələn, dağ-dərə küləkləri iki cür ola bilər. Əgər biz deyiriksə ki, dağın zirvəsi və təyyarə arasında təzyiq fərqi nəticəsində yaranır bu küləklər, gündüz biz bunu dərədən dağa çıxacağıq, amma gecə isə dağdan dərəyə. Elə fikirləşin ki, gündüz də biz dərədən çıxırıq dağa, axşam oldu da evimizə qayıdacağıq. Dağdan düşürük dərəyə. Başa düşdünüz yəqin ki bunu. Bəs biric nədir? Biri sutka ərzindədir. 2 dəfə dəyişən küləkdir. Məsəl üçün, küləklər dəniz, göl, okean sahillərində müşahidə olunur. Gündüzlər sahil dənizdən daha isti olur. Yəni yenə başa düşün. Gündüz dəniz daha isti olacaq. Nəyə görə? Məsələn, yəni dənizə gedirsiniz, görürsünüz, dəniz daha isti olur. Çünki biz yenə demişik, ən çox istilik alan nədir? Sudur. Ona görə də su daha tez qızır və daha gec soyuyur. Və sahil üzərində isti hava yuxarıya qalxır və onun yerinə su üzərinə sərin hava gəlir. Və bu külək nə olur? Gündüz birisi olur. Gecə isə əksinə. Quru tez soyuyur, su istiliyini saxlayır və külək qurudan dənizə doğru əsir və gecə birizi adlanır. Ümid edirəm başa düşürsünüz. Gündüz və gecə birizlərini yəqin başa düşə bildiniz buradan. Bir də sizə qeyd edək ki, günəşin zenitinə bağlı olaraq küləklərin istiqaməti də quru və su paylanmasına görə müxtəlif ola bilər. Yəni, bu atmosfer təzyiqi ilə də bağlı ola bilər və buna görə deyirik ki, küləklər istiqamətini ildə 2 dəfə dəyişmə səbəb olur bu cür. Və bu il ərzində dəyişən küləklərə də biz nə deyirik? Muson küləkləri.
Yəni bunlar necə olur? Mövsümi küləklər olur. 6 ay olacaq bunlar okeandan quruya, 6 ay isə qurudan okeana baş verəcəkdir. Yəni mövsümi küləklər nədir? Həmçində biz mövsümi küləkləri günəşlə əlaqələndiririk. Yəni günəşin yerin günəşə fırlanması mövsümi küləkləri yaradır. Biz bunlara mussonlar da deyirik. Və yay musson necə olacaqdır? Əlbəttə ki, okeandan quruya doğru, qışda isə qurudan okeana doğru olacaqdır. Ən çox biz mussonları harda görə bilərik? Avrasiya materikində daha çox baş verə bilər bu. Həmçinin musson küləkləri Xuanxe, Yangtze, Mekong, Gang, Amur, Brahmapudra çaylarında daha çox olur. Bu tip regionda çəltikliyin inkişafı böyük təsir göstərir. Bilin, Şərqi Asiya, Cənubi Şərqi Asiyada çox böyük inkişaf var çəltikçiliklə bağlı. Həmçinin musson küləkləri Cənubi Şərqi Asiya, Şərqi Asiya sakit, Hind, Şimali Amerikanın, Atlantik okean sahillərinin səciyyəvidir. Yəni deməyin ki, sadəcə buradadır. Atlantik okean sahillərini də görə bilərik bunları biz. Və mussonlar ildəki tərəf istiqamətini dəyişir. Yenə deyirəm, yerin günəşə fırlanması ilə əlaqədardır. Mussonların iki tipi var. Tropik və tropikdən kənar mussonlar. Tropik mussonlar nədir? Cənubi Şərqi Asiya, Bangladeş, Laos, Vyetnam, Kamboca, Filippin ətrafında əsən küləklərdir. Tropikdən kənar isə mülayim və subtropik qurşaqlarda əsən küləklər. Daha çox Yaponiya, Koreya, Tayvan, Çin ərazisində əsir. Keçək daimi küləklərə. Daimi küləklər nədir? Bunu biz deyirik, Coriolis qüvvəsi nəticəsində yaranır və Coriolis qüvvəsinin nəticəsində ekvator uzaqlaşdıqca bu küləklərin meritməsi də artır. Ya da saxlayın. Əgər sual düşsə ki, daimi küləklərin meritməsi nə vaxt artır? Ekvator uzaqlaşdıqca bu küləklərin meritməsi artmağa başlayacaqdır. Daimi 3 yerə bölünəcəkdir. Passat küləkləri, qərb küləkləri və qütb küləkləri. Bunları yenə deyirəm. Daimi küləklər özləri yüksək alçaq təzyiqə doğru gedir. Məsələn, passatlar tropikdən yüksək təzyiqdə axır. Tropikdən gəlir ekvatora doğru. Qərb küləkləri tropikdən mülayimə doğru, qütb küləkləri qütbdən mülayimə doğru gəlir. Hər biri yüksək təzyiq, alçaq təzyiqə doğru gəlirlər. Bunları bilməyimiz vacibdir və əsasdır. Bir də yerli küləklər var. Yerli külək nədir? Bir əraziyə xas olan külək deməkdir bunlar. Məsəl üçün, Bora küləkləri var. Qaradəniz sahili. Qaradəniz hara düşür? Türkiyə, Gürcüstan sahilləri. Məsələn, Bora Türkiyədadır. Elə yada saxlayın ki, Türkiyə daha ətrafındadır Qaradənizin. Məsələn, Sarma Baykal ətrafındadır. Baykal gölü hardadır? Rusiyada yerləşir. Misral Fransadadır. Fransaya məxsus bir yerli küləkdir. Bir də toz burulğanları var. Biz bunları Həbib, Səmum, Sirriko, Xəmsin deyirik. Toz burulğanları əsasən səhralardır, isti ərazilərdə olur. Amma Sirriko küləkləri, toz burulğan İtaliya və Fransaya düşür. Yəni bunu götürə bilərsiniz ki, təkcə bu səhralardan Fransa və İtaliya üçün Sirrikonu da götürmək olar. Xəzri gila var, Azərbaycana aiddir. Ağ yel, qara yel, ağ yel Aranda olur uşaqlar, qara yel Gəncə Qazaxda olur. Hamısı nədir? Daimi külək. Bir də uşaqlar föyün küləkləri var. Bu küləklər isti küləklərdir. Dağlıq ərazilərdə qışın sonunda isti və quru külək əsir və nəticədə bu küləklər zərərli küləklərdir və təsərrüfata zərər vurur. Çünki bu küləklər əsdiyi zaman təbiətdə canlanma baş verir və təbiətdə yalancı bir işləşmə deyirik və ağaclar daha tez çiçək əsir və soyuq olan vaxtda onlar don vurma nəticəsində meyvə olmaya bilər. Buna görə təsərrüfata ziyanına görə föyün küləkləri zərərli küləklər adlanır. Toz burulğanları da dediyimiz zaman əsasən temperatur yüksək olur, nisbi rütubət az olur. Əsasən Şimali Afrikada, Cənubi-Qərbi Asiyada mərkəz daha çox baş verir. Əfqanistan, Pakistan, Azərbaycanda müşahidə olunan palçıqlı yağışlar məhz o ərazidən gələn toz burulğanlarına görə olur. Ərəbistanda, Afrikada buna səmun deyilir, həmsin. Amma sırf Ərəbistan yarımadasında biz buna deyirik, Həbib deyirik. Cənubi Avropada isə İtaliya, bunu biz Fransada görə bilərik, Sirriko adlanır bu küləklər. Bir də sizə nə izah edeyim? Havanın nisbi və mütləq rütubətini izah edəcəm. Havanın nisbi və mütləq rütubəti nə deməkdir? Bunu bilmək lazımdır. Günəşin istiliyin təsiri ilə suyun maye haldan qaz halına keçməsinə biz buxarlanma deyirik. Və buxarlanma su dövrün ən vacib həlqəsidir. Buxarlanma il ərzində 1 cm² səthdə buxarlanan suyun millimetrli miqdarıdır. Onun qiyməti külək, temperatur, yağıntı və səth örtüyündən asılı olaraq dəyişə bilər. Və buxarlanmanın bir çox səbəbləri ola bilər. Bunları da iki yerə böləcəyik. Mümkün buxarlanma və nisbi buxarlanma. Mümkün buxarlanma nədir? Biz deyə bilərik ki, müəyyən temperatur şəraitində 1 cm² səthdən
Maksimum buxarlana bilən suyun miqdarına mümkün buxarlanma və buxarlanma qabiliyyəti də deyilir. Yəni siz bilməlisiniz ki, temperatur nə qədər yüksək olarsa, mümkün buxarlanma da bir o qədər çox olar. Mümkün buxarlanma ilə faktiki buxarlanmanın fərqinə rütubət defisitliyi deyilir. Yəni ərazinin quraqlığı burada göstərilir. Buxarlanmanın ən böyük qiyməti quruda, ekvatordadır, yada saxlayın. Buxarlanma. Baxın, buxarlanma qabiliyyəti ayrıdır, buxarlanma ayrı şeylərdir. Buxarlanma ən böyük ekvatordadır, su səthlərində və bir də okeanların tropik enliklərində olur. Amma baxın, okean tropiklər olmalıdır ya bu. Ən kiçik qiyməti isə tropik səhralarda müşahidə olunur. Belə başa salım sizə. Buxarlanma nə deməkdir? Buxarlanmada suda olmalı, istilik də olmalıdır. Su olar ki, buxarlanma, amma buxarlanma qabiliyyətində isə su olmur. Ancaq quraq ərazidir. İsti vurduğu zaman buxarlanır və buna biz deyirik buxarlanma qabiliyyəti. Buxarlanma qabiliyyəti olacaq harda? Tropikin səhrasında, amma buxarlanma harda olacaq? Ekvatorialda və okeanların tropik səthində. Bir də sizə bunu izah edeyim. Buxarlanma kəmiyyəti eyni nöqtələr birləşən izoqaminlər adlanır. Yəni izoqaminlər nə üçündür? Eyni nöqtələri birləşdirən buxarlanma kəmiyyətləridir. Bir də suyun bir haldan digər hala keçməsi var. Buna deyirik nə? Sublimiyasiya. Məsələn, suyun bərk hala keçməsi sublimiyasiyadır. Kondensasiyası nədir? Suyun maya hala keçməsidir. Havanın rütubətliyi var. Havanın iki cür olur. Nisbi və mütləq rütubətlik. Nisbi rütubətlik nədir? Nisbi rütubətli zamanı havada temperatur nisbi rütubət tərs mütənasib. Yəni hava nə qədər isti olsa, aşağı düşəcək nisbi rütubət. Amma mütləq rütubətdə temperatur çox olmalı. Ya da saxlayın. Mütləq rütubət bərabərdir istiliyə, amma nisbi rütubət nədir? İsti yox. O daha çox soyuq havanı sevir. Və havanın rütubətli hiqrometr və yaxud da psixometr cihazları ilə ölçülür. Nisbi rütubətli 30% olan hava quru havadır, 30-60% normaldır, 60-dan yuxarı olan hava ifrat rütubətli hava adlanacaqdır. Və doymuş və doymamış havalar da var. Bu nə deməkdir? Əgər 1 kubmetr havanın tərkibindən mümkün olabiləcək qədər su buxarı varsa, olacaq bu doymuş hava. Yox, əgər su buxarının miqdarı mümkün olabiləcək azdır, olacaq nə? Doymamış hava. Yəni havanın doyması üçün rütubət lazımdır. Bu da olur nə? Doymuş hava. Bir də sizə bir şey izah edeyim. Ərazinin rütubətlilik əmsalı. Bu nə deməkdir? Əgər rütubətlilik əmsalı vahidə yaxın olarsa, yəni rütubətlilik 1-ə yaxındırsa, olacaq bu iqlim rütubətli ərazi, humidi ərazi deməkdir. Əgər 1-dən çoxdursa, bir rəqəm olacaq nə? İfrat rütubətli. Məsələn, bataqlıq, çay, göl şəbəkəsi sıxlıq olacaq nə? Rütubətli çox. 1-ə bərabərsə normaldır, 1-dən azlısı olacaq rütubət çatışmazlığı. Yəni səhralarda. Məsəl üçün, biz bunu nə deyirik? Ekvatorial meşələr, tayqa, tundra. Baxın, tayqa, tundra da soyuq ərazi olsa belə rütubətlilik 1-dən böyük olur və ifrat rütubətlənmə adlanır. Amma savanna, meşə, çöldə isə bunlar necədir? 1-ə yaxındır, normal ərazilərdir. Çöllərdə isə rütubət çatışmazlığı yaranır. 0,3-0,6 olur. Yarım səhra isə rütubət çatışmazlığı var, yəni 0,3-0,1-dir. Səhralar isə nədir? 0,1-dən belə kiçikdir. Yəni burada çox zəifdir rütubətlənmə. Bilirəm, başa düşdünüz bu hissələri. Çünki bu dediyim ərazilər kodlarla deyirəm ki, daha rahat olsun bu, belə deyək ki, izahlar. İndi bir şeyi başa düşək burada. Bulut və yağıntını. Günəş istiliyinin təsiri nəticəsində yaranır. Okean və dənizlərdə buxarlanan su yuxarı qalxır və hündürlükdə suyu. Nəticədə nə yaranır? Əlbəttə ki, su buxarı. Və bu su buxarı 3 hala keçə bilər. Buxar, buz, maye və buludu yaradır bunlar. Və bu buludlar da hündürlüyünə görə dəyişir. Baxın, aşağı qat laylı, bəlkə də səmaya baxanda görürsünüz. Lay şəklində olan buludlar 2-3 kilometr olur və bu laylı buluddur. Amma topa buludlar 2-6 kilometrdir. Topa buludlar laylının üstündədir. Topanın üstündə isə lələkvari buludlar var. 6-10 kilometrdir. Ən çox yağıntı topa və topa yağış buludlarından düşür. Ən çox yağıntı. Və ən az isə lələkvari buluddan düşür. Yəni lələkvari buludlara yağıntı çox az olacaqdır, amma topa da çox olacaqdır. İldırım, şimşək hadisələri topa yağış buludları ilə əlaqəli yaranır. Lələkvari buludlar isə buz kristallarından ibarət olur və daha çox mənfi temperaturda olacaqdır. Öz ölkəmizdə, Azərbaycanda laylı daha çox üstündür və yer səthinə daha yaxın olur laylı buludlar. Topa buludları isə nisbətən isti dövrdə və çox hündürdə yaranır. Digər bulud növü lələkvari buludlar isə yer səthinə daha çox hündürlükdə olur və əsasən yayda yaranır, naxışa bənzər formada olur. Buludluğu ölçən cihaz nefeskop adlanır.
Buludlar başa düşdünüz məncə. Lələkvari, laylı topa buludlar. Bunlar sadədir. Yağıntı isə su buxarı havada daim mövcud olur və onun miqdarı müəyyən həddə qədər ola bilər. Məsələn, müəyyən hündürlükdə havanın temperaturu azalır, sonra isə hava su buxarı ilə doyur. Oradakı su buxarı su damcılarına çevrilir və atmosfer yağıntıları yaranır. Yağıntının miqdarı düşən suyun əmələ getdiyi qatı qalınlığı ilə və millimetrlə ölçülür. Yəni, yağıntının 80% okean dənizlərədir, 20% düşür quru üzərinə. Yəni, ən çox yağıntı düşəcək okeana, dənizlərə. Və havadan düşən yağıntı var, buluddan düşən yağıntı. Başa düşün, havadan düşən yağıntı şeyhdir, qrovdur, sırsıradır, dumandır. Bu havada olur. Amma buluddan nə düşür? Qar, dolu, yağış. İndi biz yağışı dedik ki, yağışı pluviometr cihazı ölçür. Yağış damlaları kiçik ola bilər, uzun ola bilər, narın ola bilər, müddətsiz ola bilər. Yəni biz yağışı leysan yağışı kimi, aramsız, narın, çiskin yağışı kimi qiymətləndirə bilərik. Qar isə ilin soyuq dövründə düşür. Ən çox qütblərə düşür. ABŞ-da ən çox qar örtüyü Reyner dağlarında baş verir. İl ərzində 30,6 mm qar düşür bura. Dolu isə bildiyimiz kimi isti və rütubətli hava atmosferin yuxarı qatlarının donması nəticəsində yaranır və təsərrüfata çox böyük ziyan vurur. Ən böyük dolu isə Çinə düşürdü, 7 kiloqram ağırlığında. Qar, yağış, dolu mühüm bir cəhətdir ki, onlar buluddan tökülür və yağıntını ölçən cihaz və eyni nöqtələri birləşdirən xəttləri biz izogeyit deyirik. Yağıntılar yer səthinə maye şəklində düşə bilər. Məsələn, yağış, şeyh, duman, bərk halda isə qar, qrov, dolu, sırsırı halında düşə bilər. Bunları məncə başa düşdünüz. Bir də ki, qatı duman görənmə məsafəsini azaldır və duman dağıdan qurğular olur ki, biz bunları avtomobilləri qorumaq istifadə edir. Məsələn, duman nədir? Havadan, lakin təsərrüfata ziyan vuran bir məsələ. Avtomobillərin gediş-gəlişini neyindir bu duman hadisəsi? Əngəl yaradır. Bir də bunu bilmək lazımdır ki, müxtəlif enliklərdə hava enən və qalxan hərəkəti var. Biz bunu atmosfer təzyiqi ilə əlaqələndiririk. Və dəniz sahili ərazilərdə relyef okean cəryanlarına aiddir ki, bu atmosfer təzyiqində dəyişmə yaradır. Bir də onu bilmək lazımdır ki, yer kürəsinin ən çox yağıntı, çoxillik yağıntı hava yadlarına düşür. Mütləq maksimum yağıntı Himalay dağlarının təyindəki Çerrapunjidir. Baxın, bu fərqli anlayışdır. Mütləq maksimum Himalay dağlarıdır, çoxillik isə hava yadalarıdır. Mütləq minimum düşəcək hara? Atakama səhrasına. Bu Atakama səhrası Cənubi Amerikadadır. Bunları bilmək çox vacibdir. Bir də sizə hava kütlələrini izah edeyim. Hava kütlələri nədir? Yer səthində hakim küləklərin istiqaməti, yağıntıların paylanması hava kütləsidir. Məsəl üçün, ekvatorial hava kütlələri var. Təsiri ekvatorial enliklərə bol yağıntı salması, temperaturun yüksəkliyi, yağıntıların çox düşməsi, havanın yuxarı hərəkəti ilə qədərdir. Yuxarı qalxan hava axarları tədricən soyuyur və kondensasiyaya uğrayır və burada nə yaranır? Bulud yaradır. Gördüyünüz kimi, hava kütlələri daxil olduğu ərazinin xüsusiyyətini dəyişə bilər. Məsəl üçün, əgər əraziyə soyuq hava daxil olursa, mütləq şəkildə isti havanı sıxır və çıxarır. Sizə sual salına bilər qrafik kimi, soyuq hava qrafiki salına bilər. Burada mütləq şəkildə bilməliyik ki, əgər soyuq hava daxil olursa, soyuq cəbhə, hava soyuyur, atmosfer təzyiqi artır, yəni yüksək təzyiq yaranır, güclü külək əsə bilər, onun sonunda leysan yağışı yağa bilər və soyuq atmosfer cəbhələri topa buludlarda yaranır və şimşək müşahidə olunur. Yəqin ki, bunu başa düşdük. Əgər isti hava cəbhəsi, deyəcək isti hava cəbhəsi, temperatur artır, atmosfer təzyiqi azalır, yəni alçaq təzyiq olur, lələkvari, sonra laylı buludlar yaranır və yağıntı düşür. Mütləq şəkildə bilmək lazımdır. İsti havada lələkvari və laylı bulud olacaqdır, amma soyuq cəbhədə isə topa buludlar olacaqdır. Bir də ki, hava kütlələri keçid zonaları əmələ gətirə bilər. Məsəl üçün, Arktik, Antarktik, mülayim və tropik atmosfer cəbhələri yaranır və onlar planetar atmosfer cəbhəsi adlanır. Arktika və mülayim hava kütlələri arasında Arktik cəbhə olur. Yəni, cənubda isə Antarktik. Mülayim və tropik arasında olacaqdır mülayim cəbhə. Tropik və ekvatorda olacaq tropik cəbhə və hər birində bir cəbhə var. Bunlar dediyim kimi. Və planetar cəbhələr daxilində isti və soyuq cəbhə yaranır. Bunu da izah elədim ki, hansı cəbhələrdir. Formalaşdığı əraziyə uyğun dəniz və kontinent hava kütlələri ola bilər. Dəniz hava kütləsi okean və dəniz üzərindən gəlir. İqlimi mülayimləşdirir, əraziyə müsbət təsir edir.
belə deyək də, havanın sutkalıq illik temperaturunu az olması ilə fərqlənir. Materiklərin daxilində isə kontinental hava olduğu zaman burada sizin soyuq, quru hava gətirir, ərazinin iqlimini zərər vurur, təsərrüfata, iqlimə. Ona görə kontinental hava daha çox sərt və yaxud isti ərazilər üçündür. Amma mülayim hava, dəniz havası isə daha yaxşıdır və müsbət təsir göstərir əraziyə.